gəlini yerdə yatırdıb öz oğlunun yanında yatmaq, bunlar artıq normal qarşılana biləcək şeylər deyillər. Problem həll etmə bacarığı necədir cütlüklərin? O müəyyən edir evliliyin uzun ömürlüyünü. SSR-də seks olmayıb. Bizim ailədə bir problem var. Biz hamıdan gizlədirik ki, yəqin bir dənə bizdədir, ayıb olar indi. Bir qadın haqqında ümumi danışmaq olmaz. Qadından qadına çox fərq var. Xoşbəxt cinsel həyatı olan insanlar daha çox problemləri həll eləməyə meylli olurlar. Sevgini göstərməklə əlaqəli kişilərə qadağalar çoxdur. Qadın yeri mətbəxdə, amma elə deyil. Qadın mətbəxin də sahibi qadındır. Bəzi qadınlar kişilərin anası roluna girirlər müəyyən müddətdən sonra. Yəni ki, oğlan uşağı anasına qarşı, qız uşağı da atasına qarşı müəyyən sevgi və uşaq cinsel içərikli bir duyğular hiss eləməyə başlayır. Kişi homoseksuallığı daha çox gözə çarpsa da, qadınlardakı homoseksuallıq eyni dərəcədədir. Evlilikdə seksin bitməsi məsələsi bizim ölkədə çox aktualdır. Bunu amma danışmaq da biraz ayıbdır. Böyrəyin ağrısa bu mənim kişiliyimi itirirəm kimi baxmırıq. Amma deyək ki, cinsel bir problem yaşadığında bunu fərqli bir məna içərisinə yükləyirlər. Bu çox problemli bir şeydir. Çünki çox təzyiq yaradır. Bu mövzuda çox təcrübəliyəm, özüm yaşamışam. Belə təcrübə, belə bir şey deyil. Salam dostlar, siz Podkast kimi adam layihəsini izləyirsiniz. Mənim adım Səməddir. Bu gün mənim qonağım yenidən psixiatr Azər Bağırovdur. Azər bəy, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. Bizim sizlə keçən dəfə də bir maraqlı podkastımız oldu. Bizim kanala keçid edib Azər bəylə olan podkasta baxa bilərsiniz. Adı belə gedir, seksdə padlov varmı? Və bu ad əksər insanların maraqlı reaksiyalarına səbəb olmuşdu. Biz bu mövzuya qayıdarıq. Bu günləri biz ilk podkastımıza gələn şərhlərin üzərindən gedəcəyik və onun üzərindən danışacağıq. Çünki orada çox maraqlı və xalqımızın müəyyən nümayəndələrinin belə deyim də, nə cür möhtəşəm fantaziyaların olduğu. Sən bir mövzudan danışanda insanlar tamamilə başqa bir şeydən danışdıqlarını, adamların yazdığı şərhlərdən təəssürat yaranır ki, siz sadəcə hansısa bir adamsınız, oturmusunuz və ürəyinizdən nəsə keçir və danışırsınız. Öz fikirlərimi deyirəm, qətiyyən elə deyil. Yəni bu mövzularda bildirdiyim rəylər tamamilə psixiatriyanın cinsel işləv pozukluğu və cinsel disfunksiyalarla əlaqəli bölməsində olan, deyək ki, kriteriyalarla, klassifikasiyanın kriteriyalarına əlaqəlidir. Ümumiyyətlə bu cinsəlliklə əlaqəli insanlar sanki burada bir problem olmaz kimi baxırlar ya da problemi orqanik problem kimi ancaq görürlər. Yəni deyək ki, sərtləşmə problemi olan bir insanın əgər damarları normaldırsa, hormon normaldırsa, niyə sərtləşməsi olmur kimi bir vəziyyəti düşünə bilmirlər. Sanki belə bir şey ola bilməz, amma ən sıxda olan budur, özəlliklə cavan adamlarda, yəni yeni evlənən cütlüklərdə bütün hormonal və digər problemlər yoxlanılır, heç bir şey aşkarlanılmır və burada psixolojik bir problem ortaya çıxır. Onları biz müalicə edirik. Bizim də müalicə eləməmiz, yəni mənim bu mövzuda çox təcrübəliyəm, özüm yaşamışam, çox belə təcrübə, belə bir şey deyil. Bunlar öyrədilir. Yəni mən Türkiyədə CETAD dediyimiz bir qurum var ki, 2 il boyunca bu mövzuda biz təlim almışıq. Daha sonrasında superviziyalar və pasiyentləri oradakı professorlarla birlikdə izləyərək bu problemlərin müalicəsi ilə məşğul olan bir təlim yeridir. Orada bu kursu tamamladıqdan sonra da sertifikat almışam. Cinsel terapist olaraq bu sahədə çalışıram. Həm Türkiyədə çalışırdım, yəni Azərbaycanda başlamadım çalışmağa. Türkiyədə çalışırdım. 2016-da Azərbaycana qayıtmışam. Ondan bəri Azərbaycanda da bu sahədə fəaliyyət göstərirəm. Bu sahədə məlumatsızlığın çox olmasından qaynaqlanaraq məlumat verməyi də istəyirəm ki, düzgün fikirləşməni, bir çox mövzularda miflər çoxdur. Özəlliklə kişilər arasında kişilər cinsəlliyi bir güc göstərisi olaraq görürlər və özlərində problem olduqlarında sanki kişiliklərini itirmək kimi baxırlar. Yəni, məsəl üçün bir böyrəyin ağrısa bu mənim kişiliyimi itirirəm kimi baxmırıq. Amma deyək ki, cinsel bir problem yaşadığında bunu fərqli bir məna içərisinə yükləyirlər. Bu çox problemli bir şeydir, çünki çox təzyiq yaradır. Qadınlarda da belə düşüncə var. Qadın da məsəl üçün sərtləşmə problemi yaşayan bir kişiyə biraz daha əzici və yaxud da ki, aşağılayıcı yanaşması ola bilir. Yenə də bu hər iki tərəfin də bir-birinə qarşı belə yanaşması, məsələn kişilərdə problem odur ki, kişilər cinsəlliyi qadını əzmək və yaxud da ki, qadını aşağılamaq kimi söyüşlərin içərisində istifadə edə bilirlər. Bu çox problemli bir şeydir. Qadınlar da kişinin güc göstərisini kimi dəstəkləyirlər bunu. Ona görə kişi performans qayğısına girir. Yəni bir qadınla əlaqədə olarkən o qadını
nə qədər heyran eləyəcəm və yaxud da ki onun o sınaqdan çıxa biləcəmmi? Yəni bir imtahana girir kimi hiss edir. Bunlar onlar üzərində böyük bir yük yaradır təbii ki. Sizlə ilk podkastda olan videoya gələn şərhləri xatırlatdı açıq mənə. Biz şərhlərə indi keçəcəyik. Ondan öncə mən bizi izləyib dinləyənlərə xatırlatmaq istəyirəm ki, dostlar, bizim studiyamız Mehriban Media adlanır. Bizi Instagramda, TikTokda, Facebookda tapa bilərsiniz. Mehriban Media yazaraq. Bizim studiyada da siz podkast və Reels çəkilişləri edə bilərsiniz. Əgər bu sahədə hər hansı bir çətinliyiniz olsa, mən bütün təcrübəm ki var, audio-vizual məzmunun istehsalı ilə bağlı sizlə bölüşməyə hazıram. Bizə yaza bilərsiniz. Bütün keçidlər də videonun altındadır. Doktor, mən istəyirəm ki, biz başlayaq birinci. Deməli, ən çox baxış gətirən, mən sadəcə bir şəbəkəni burada götürəcəm Instagram üzərindən. Çünki TikTokda da yüz minlərlə insan baxıb, yüzlərlə şərhlər gəlib. Deməli, evlilikdə seks nə zaman bitir? Sualımı mən sizə verirəm və bu videoya hazırda biz podkast çəkəndə 670 mindən çox adam baxıb, 14 min insan bir-birinə göndərib və 1158 şərh var. Və bu şərhlərin içində çox belə həm ekzotik, maraqlı şərhlər var. İstəyirəm bir üzərindən keçək və siz də münasibətinizi bildirəsiniz. Məsəl üçün bir xanım adı ilə olan, nickname ilə olan biri yazır ki, evlilikdə cinsel həyatı bitirən hallar, sosial problemlər, yorğunluq, normal olmayan qidalar, əsəb, stress, monoton həyat, güvənsizlik və ən əsas səbəblərdən biri ünsiyyət qurulmaması. Və 1333 nəfər də bunu like edib. Sonra bu şərhə istəyərdim ki, siz münasibət bildirəsiniz. Şərh deməli ki, çox dəqiq verilib ki, orada verdiyi səbəblər də böyük ehtimalla bir çox insanın həmfikir olduğu şeylər olduğu üçün o qədər də bəyəni alıbdı. Öncəliklə bu mövzunun bu qədər aktualdır ki, o dediyiniz saylar var. Yəni 14 min insan bir-birinə göndərməsi, yəni insanlar bir-birlərinə yaşadıkları problemlər haqqında deyək ki, bir şey tapdıqlarında bir çarə yolu və yaxud da bu haqqda danışılan bir şey tapdığında göndərirlər. Yəni bu məsələ demək ki, evlilikdə seksin bitməsi məsələsi bizim ölkədə çox aktualdır. Bunu amma danışmaq da biraz ayıbdır. Yəni belə bir şey də var. Ona görə insanlar daha çox bunu gizləməyə meylli olurlar. Qadınlar kişilərdən daha çox bunun müzakirə edilməsi və həllinin axtarılması yönündə olurlar. Amma kişilər isə daha belə üstünü örtmək, problem yoxdur, həll olar, düzələr şəklində yanaşmağa meylli olurlar. Ümumiyyətlə, cinsel istək dediyimiz bu şey insanlarda fərqli şəkildə aktivləşir. Yəni ona görə insanların fərqli fantaziyaları var. Yəni məsəl üçün insanlar deyək ki, porno izlədiklərində də, fantaziya qurduqlarında da öz fantaziyalarına uyğun içəriklər, kontentlər tapırlar və bu insanların fantaziyalarının bir-birindən çox fərqli olduğuna işarət edir. Bu monotonluq nöqtəsinə gəlmək istəyirəm ki, cinsəllik sırasında iki insan bir araya gəlir, evlənir və onlar bir-birlərinin cinsel fantaziyalarını bilmədikləri üçün çox vaxt və bir-birləri ilə paylaşmağı da ayıb bildikləri üçün, qadın məsəl üçün belə ayıb bilir ki, sən bunları hardan öyrənmisən? Kişi də bu evdəki ilə edilməz şəklində düşüncəsi olduğu üçün, ona görə bu fantaziyalar bir-birlərindən paylaşılmır. Artıq cinsəllik monoton bir hal alır. Yəni öncəsində o ab-hava qurulmur. Helen Singer Kaplanın belə bir sözü var. Əgər ki fantaziyalar və beyin olmasaydı, cinsel əlaqə sadəcə fiziki sürtünmədən ibarət olardı və bu fiziki sürtünmənin heç bir həzverici təsiri olmazdı. Amma o fantaziyalar, o beyində qurulan ab-hava cinsəlliyə başqa bir şey verir. Rəng qatır və bununla əlaqəli də bir sürü Kama Sutra kimi olsun, Tao kimi olsun, bunun kimi fəlsəfələr var Hindistandakı, hansı ki cinsel həzzi ən zirvəyə çatdırmaq üçün insanlar burada belə bir həzz qaynağı gördükləri üçün bu həzzi necə maksimuma qaldıra bilərəm və yaxud da ki o boşalmanı gecikdirmək üçün, ən gec şəkildə gecikdirmək üçün sevişmənin verdiyi o trans halını ən yüksəyə pikə çatdırmaq üçün bir çox fəlsəfələr bunun üzərinə də aparılıbdır. Amma günlük həyatda buna vaxtımız yoxdur. Günlük həyatda seks bir öhdəliyə çevrilibdir. Deyək ki, həftədə 2-3 dəfə insanlar seks olmalıdır kimi baxırlar. Qadın da bu az olanda şikayət edir ki, mənlə ilgilənmirsən və yaxud da şübhələnir ki, başqa biri var. Kişi də belə baxır ki, onun qadınına yetərli qədər güc ayıra bilmir kimi belə bir düşüncələrə qapılırlar. Bu tamamilə səhv bir düşüncədir. Cinsəlliyin belə bir tempi yoxdur. Zaten cinsəllik cinsel istəyin yaranması ilə bir yerdə olur. Biz də sonuçta bir sosial beynimizin
deyək ki, məntiq tərəf çox inkişaf eləsə də bir heyvanlıq və bizim də impulslarımız var. Və bu impulslar təbiətdən və yaxud da bədənimizin bioloji quruluşundan asılı olaraq müəyyən dövrlərdə testosteron bədənimizdə daha çox ifraz olunması ilə bir yerdə qadın-kişi fərq eləmir. Qadınlarda testosteronda cinsel istəyici eləyən, artıran. Bunun ifrazı ilə bir yerdə cinsel istək yaranır. Cinsel istəyin yaranması ilə bir yerdə də cinsi yönəlmə yaranır. Yəni obyekt arayışı, partnyor arayışı yaranır. Və o sırada da insanlar deyək ki, partnyorlarına yaxınlaşırlar və bunun davamında da sevişmə və birləşmə etapı ilə gedən bir cinsəllik yaşanır. İndi buradakı o cinsel istək azaldığında o zaman evliliklərdə artıq problem yaranır. Aylarca, ildə 1-2 dəfə cinsel əlaqəyə çevrilir. Evliliyin deyək ki, 5-ci ilindən sonra, 10-cu ilindən sonra. Buna hətta bəzən o qədər kütləvi haldadır ki, bəzən normal görürlər ki, evlilikdə cinsəllik daha subay vaxtı kimi olmaz kimi baxırlar. Belə deyil. Cinsel istəyi təbii ki, azaldan şeylərin başında orada da qeyd olunan stres gəlir. Həyat stresi, məişət stresi, günlük stres, maddiyyat stresi. Stres cinsel istəyin düşmənidir. Bizim həyat tərzimiz isə özəlliklə bizim ölkədə biraz daha gələcəklə əlaqəli qeyri-müəyyənliyin çox olması, iş saatlarının çox qeyri-müəyyən olması, bir insana bir çox iş funksiyalarının yüklənilməsi və ondan o mövzuda məsuliyyət gözlənilməsi, bunlar həmin insanın stresini artırır. Bu indi biz cinsəllikdən danışırıq. Bu bir çox sferada da, yəni ürək-damar sistemi xəstəliklərdə, stres hormonlarının çox ifrazı, bir çox xəstəliklərində qapısıdır bu. Amma cinsəlliyə də çox pis təsir eləyir. Özəlliklə kişi cinsəlliyinə çox mənfi təsir eləyir. Orada bir çox şeyi əhatə elədiyi üçün mən orada qeyd edilənlərin hamısı ilə razıyam. Özəlliklə ünsiyyətin olmaması qismindən də iki əllə razıyam. Çünki qadın-kişi arasındakı ünsiyyət problemi bizim ölkədə çox böyükdür. Deməli doktor, belə bir şərh var. Bu da müəyyənləşdirə bilmirəm addan bu kişidir ya qadındır, amma şərh bundan ibarətdir. Yazıb ki, mənim tanıdığım ailə var, qadının sevgilisi var. Mötərizədə qeyd edir ki, yəqin ki, kişinin də var. Ailəlidir, amma hərə öz həyatını yaşayır. Mənə qəribə gəlir, bu necə ailədir? Kişi bunu necə normal qəbul edə bilər? Bu model də var. Qadın və kişi arasında cinsel istək bitir. Artıq bərpa edə bilmirlər, yəni ki, çabalar göstərirlər, bərpa edə bilmirlər və hərəsini deməyək də öncəliklə kişinin həyatında biriləri peyda olur. Ondan sonrasında kişi yoldaşına qarşı heç bir istək hiss etmədiyini görür. Ancaq ailəni dağıtmaq istəmirlər, evliliyi bitirmək istəmirlər və yaxud da uşaqlar var, onlara görə bu evliliyi sürdürürlər. O zaman bəzi kişilər də qadının da sevgilisi olmasına göz yumurlar və bu şəkildə həm qadının, həm də kişinin sanki sərbəst münasibət deyilir də, xaricdə ona sərbəst münasibət deyilir. Həm bir-birlərinə bir yerdədirlər, həm də istədikləri zaman başqa partnyorları ola bilir. Belə model Azərbaycanda var, mən müşahidə edirəm. Baxın, növbəti bir şərh. Bunun bir xanım adı ilə qeydiyyatda olan şəxs yazır. Yazır ki, bu seks nədir ki, həyatlarının mənasını onda görürlər. Valla iyrənc bir şeydir. İstər həyəcan var ya yoxdur. Mən şəxsən uşağımdan başqa kişi xeylaqlarından iyrənirəm. İstər cavan, yaraşıqlı olsun, istər pullu, yetkin, yaşlı. Çılpaq kişi bədəninin ümumiyyətlə diksinirəm. Yoldaşımla da ayrı-ayrı otaqlarda yatırıq. Hər ikimizə də belə rahatdır. Ailəcə də normal mehribanlıq, əsas dolanışıq yaxşı olsun. İmkan olduqca ləzzətli və sağlıqlı yeyin, gəzin, istirahət edin, əylənin. Həyəcan, stres insana yalnız ziyandır. Hələ bir də seksə pis qoxu verən o spermaya görə qorxa-qorxa xəyanət də elə püf. Şərh yazılır. Maraqlı bir şeydir. Bir çox diaqnozu yada salır. DSM-də belə bir şey var. Cinsel tiksinti pozuntusu deyə bir şey var. Onlar bədən qoxularından, bədən mayelərindən, ağız suyu olsun və yaxud da ki sperm olsun və yaxud da ki vaginadan ifraz olunan mayələr, bunlardan tiksinirlər, iyrənirlər və bu o dərəcədədir ki, o sırada onlar stres səviyyəsində, narahatçılıq o qədər yüksək səviyyədə olur. Cinsəllikdən qaçınırlar. Yəni məcbur qalmadıqca cinsel əlaqədə olmurlar. Belə bir pozuntu var. Nədən yaranır ki o pozuntu? Bu bilirsiniz, uşaqlıq dövründə cinsəlliklə əlaqəli öyrədilənlərlə əlaqəli yaranır. Ona görə biz deyirik ki, uşaqlara cinsəlliyi öyrədəndə ya məsəl üçün qadağan kimi, ya pis bir şey kimi öyrədilir, ya da heç danışılmır, sanki heç belə bir şey yoxdur. Bunların üçü də səhvdir. Cinsəllik əslində eyni cinsdən olan valideyn tərəfindən uşağa həyatının bir neçə dövründə öyrədilməlidir. Deyək ki, 5 yaşları, 3-5 yaşları dövründə suallara yönəlik. Ondan sonrasında 10-12 yaşında bir də suallar çıxır o dövrdə. Bir də yeniyetməlik
yeniyetməlik dövründə, yəni qızların daha çox menstruasiya dövründə ana bunları başa salmalıdır. Oğlanlara da yeniyetməlik dövründə müəyyən cinsəlliklə əlaqəli məlumatlar verilməlidir. Yoxsa bu məlumatları oradan-burdan, qulaqdan dolma məlumatlardan səhv məlumatlar öyrənirlər. Doktor, üzr istəyirəm. Bəs bu qoxu mənim bildiyim qədərilə assosiativ bir şeydir də. Yəni mənfi qoxunu götürməyək də, hər hansısa bir yemək qoxusu olsun, ya ətir qoxusu olsun. O assosiativ, sən onu deyək ki, uşaqlıqda hiss eləmisən, hardansa yaddaşında qalıb. 20 il sonra hiss eləməmisən, hardasa bir iyi gəlir burnuna və səni bir cizgi filmi də var da, indi adını unutdum onun. Orada da var ki, o qoxunu hiss eləyir və o dövr xatirələrini o dövrə gedir. İndi burada deyək ki, bu cinsəl əlaqədə ki, sperma qoxusu və yaxud da bədən iyi qoxusu, o gərək hər hansı bir formada beyində kodlaşsın ki, insan sırasında bu adi tərbiyədən nətər formalaşır ki o? Bilirsiniz necə formalaşır? Cinsəlliklə əlaqəli uşağın heç bir düşüncəsi olmur. Ona görə uşaq cinsəlliyi görəndə onu başa düşə bilmir, anlamlandıra bilmir. Bəzi deyək ki, uşaqlıq dövründə olan o cinsəl tacizlər və yaxud da ki, təcavüz şeyləri və yaxud da cinsəl imalar uşaqlarda böyük bir qorxu yaradır. O sırada olan qoxular da bundan assosiasiya olunur. Yəni deməli bu adam həmin vaxtı uşaqlıq o qoxunu da duyur və o mənfi təbii ki, yaddaşına verib. qoxu bizim amigdalamızda rəylənilir. Yəni ki, onu biz bilərək yadımızda saxlamırıq, amma hansı bir məkan və situasiyada biz özümüzü çox pis hiss eləmişik və orada olan digər qəbul elədiyimiz şeylər, qoxu olsun, səs olsun, bunlar bizdə eyni mənfi şeylə assosiasiya oluna bilirlər. Və uşaqlıq dövründə özəlliklə də qadınlara olan o cinsəl taciz kimi hallar səsləndiyindən daha çoxdur və bunlar gizlin qalır. Bəzi qadınlarda bu travma aşılır, öz-özlərini aşırlar. Bəzi qadınlarda isə belə bir iyrənmə, tiksinmə kimi ortaya çıxa bilir. Bəzi qadınlarda güvənsizlik duyğusu ilə bir yerdə olur. Məsəl üçün kişilərdən hamısından nifrət edirəm. Burada başqa bir şey də ola bilər. Ola bilər ki, homoseksual bir yönəlimi də olsun ki, o insana qarşı cinsin bədəni yox, öz cinsin bədəni xoş gəlir ola bilər. Yəni bir çox faktor ola bilər. Eyni şəkildə də deyim ki, kişi homoseksuallığı daha çox gözə çarpsa da, qadınlardakı homoseksuallıq eyni dərəcədədir. Yəni faiz nisbəti olaraq eyni dərəcədədir. Qadınlardakı homoseksuallıq çox vaxt gizli qalır. Hətta bəzi qadınlar özlərini o qədər rəyləmirlər ki, bunu qəbul eləmirlər ki, yəni vəzifə kimi evlilikdə bu cinsəlliyi yaşayırlar, amma müəyyən yaşdan sonra, 40-50 yaşdan sonra bir qadına qarşı çox belə sevgi dedikləri yoğun bir duyğu hiss eləməyə başlayır. Bundan utanmağa başlayır. Yəni belə mənə müraciət edənlər olur ki, yəni onu qəbullana bilmir ki, mən lezbiyan ola bilərəm. Yəni bunu qəbullanmaq da çətin olur onlara. Amma bunu nə qədər gizlətsə də, nə qədər qəbullanmasa da bədən bunu beynin dediyini eləmir. Doktor, bir maraqlı şərtdə var. Ümumiyyətlə mən qərara gəlirəm ki, getdikcə bəlkə bugünkü podkastı sırf elə bu videonun altında olan şərhlərin üzərindən gedək. Çünki həddən artıq çoxdur və fərqlidirlər. Məsələn, bir yenə də xanım adı və profilinə olan biri yazır ki, çox qəribədir. Evlilik vaxtında xəyanət xoşuma gəlirdi. Boşandım və daha cinsəl həyat mənə maraqlı deyil. Bu nə məlumat verir bizə bu şərh? Bu onu məlumat verir ki, qadağan bir şeyin verdiyi həyəcandan itiribdir boşanmaqla bir yerdə. Ümumiyyətlə biz buna üçbucaq deyirik. Yəni bu daha çox Ödipus kompleksi ilə əlaqəli olur. Freudin bir Ödipus kompleksi var. Nədir bu? İndi bunları da deyəndə insanlar biraz çox qatı yazırlar. Yəni Freud belə bir iddia irəli sürüb ki, oğlan uşağı anasına qarşı, qız uşağı da atasına qarşı ortalama 3 yaşla 5 yaş arasında müəyyən sevgi və cinsəl içərikli bir, uşaq cinsəl içərikli bir duyğular hiss eləməyə başlayır. Və o zaman da həmin, deyək ki, oğlan uşağı anaya qarşı hiss edirsə, atanı rəqib olaraq görür. Və beynində Ödipus da elə oradan gəlir. Ödipus bir Yunan kralı olubdu. Bir əsər var da, səhv eləmirəmsə, dünya ədəbiyyatında keçmişdi. Atasını edib, atasını öldürmüş olur, anası ilə evlənmiş olur və bunları öyrəndikdən sonra da öz gözlərini çıxardır. Yəni burada qeyd edilən şey odur ki, uşaq şüuraltı bir şəkildə ataya qarşı bir düşmanlıq hiss edir və onun ölməsini istəyir. Amma bir tərəfdən də atanın ondan daha iri, daha güclü olduğunu gördüyü üçün də öz içində qorxur ki, atası onu xədim eləyər. Yəni bu istəyini başa düşsə xədim edir. Bu 3-5 yaş arası dövrdə bu duyğu ilə uşaq bir şəkildə baş edir və bu duyğusunu bastırır.
və ataya bənzəməyə başlayır. Yəni atanın davranışda ata ilə özdeşləşir ki, ondan təhlükə görməsin. Başa düşdünüz nə demək istəyirəm? Yəni ki, aqressorun tərəfini tutmanın əslində şuuraltı olaraq bir qorxu hissini bastırmaq üçündür. Aqressorla özdeşim edirik, yəni onun tərəfinə keçirik və özümüzü onun tərəfindən təhlükədən qorumuş olur. Belə bir şey uşaqda da baş verir və ondan sonrasında atanın davranışlarını, yəni normal, sağlıqlı bir şəkildə ataya bənzəmə, anadan vaz keçmə belə bir şey olur. Bəzi insanlarda bu rəqabət hissi amma çözülmür. Onlar gələcəkdə də ancaq bir sevgilisi olan və yaxud da ki, bir başqasına aid olan insanlarla bu həyəcanı daha çox hiss eləyirlər. Buna üçbucaq deyilir. Yəni ki, birinə qarşı deyək ki, normalda subay birisidir, buna qarşı ehtiras eləmir, amma bir sevgilisi varsa ona qarşı bir həvəsi yaranır. Və yaxud da uzun müddətdə tanışdılar, bir-birlərinə qarşı bir şey istəmirlər. Sonrasında kişinin deyək ki, bir sevgilisi olmağa başlayır, qadın ona qarşı bir hissləri yaranır. Özü də başa düşmür ki, bu necə baş verdi. Buna Ödipus kompleksi deyilir. Burada qeyd edilən şey odur. Evlilik dönəmindəki xəyanət əslində o həyəcanı verir, yasaq, qadağan bir şeyə qarşı olan bir şey. Amma ondan sonrasında boşanma ilə bir yerdə o yasağı ortadan qalxdığı üçün o həyəcan da itmiş olur. Deməli dostlar, indi burada görüntüdə çıxacaq. Şah Edip əsəri var, Safokla aiddir. Eradan əvvəl 5-ci əsrdə yazıldığı hesab olunur. Maraqlı əsərdir. Mən yadıma düşdü ki, universitet vaxtı tanış olmuşdum ondan. Mən şəxsən özüm tövsiyə edərdim ki, onu da oxuyasınız. Çünki onunla tanış olandan sonra o Edip sindromu deyirlər, kompleks deyirlər. Onu daha aydın dərk edirsən və bir növ daha da rahat qəbullanırsan onu. Qəbullanmaq ən çətin hissəsidir bunun. Yəni ki, bunu qəbullanmaq əslində bir əxlaqsızlıq deyil. Bu şuurun psixoseksual inkişaf deyilir də buna. İnsanın psixikası seksual dürtüləri ilə bir yerdə inkişaf eləyir və bunlar bizim beynimizdə müəyyən düşüncələr yaradır. Bizim də 4 yaşdan öncəki düşüncələri xatırlamadığımız üçün bunlar şuur altına keçir. Ona görə gələcəkdə müəyyən hissiyatlara qapılırıq, amma altdakı səbəbini başa düşə bilmirik. Doktor, növbəti bir şərtdə qeyd olunur ki, bir xanım qeyd edib, o da psixoloqdur deyəsən. Çox doğru, eyni zamanda insanlar evliliklərində sevgi münasibətini bitirib, ər-arvad rolunu bir kənara qoyub, ata-ana olmağa üstünlük verirlər, həyatın mərkəzində başqa qayğıları qoyurlar. Bu da evliliyin, cinsəlliyin bitməsinə başqa bir səbəb olur. Bundan əlaqəli bir dənə maraqlı mənə də mesaj gəlmişdi. Biri yazır ki, doktor, əgər qadın kişi üçün yemək hazırlamaq və yaxud da paltarlarını ütüləmək, bunun kimi şeylərdən imtina edirsə və bunu ona görə edirsə ki, əgər mən bunları eləsəm, sənin anan roluna girəcəm, düşüncəsini edirsə, bu nə qədər doğrudur? Əslində belə bir şey var. Qadın ümumiyyətlə bir ana təbiəti var sonuçda. Ona görə bəzi qadınlar kişilərin anası roluna girirlər müəyyən müddətdən sonra. Yəni ki, kişinin əsl anası öyrədir, qaynana öyrədir və qadın da onları öyrənib, ondan sonra dönür olur cavan qaynana. Yəni ki, kişinin anası roluna tam girmiş olur. Ondan sonrasında kişi də təbii ki, şuur altında bu insestöz şeyləri tetikləmiş olur. Yəni anasına bənzətmədən gələn bu şey və cinsel istəyi çox baskılaya bilir. Bəs ayrı yaşayırlarsa, öyrətmə imkanı yoxdursa? Öyrətmə imkanı olmasa da kişi özü deyir ki, anam məsəl üçün belə bişirərdi. Yəni anam supu belə bişirdi, bu küftəni belə bişirdi. Yəni bu şeyləri qadınlar qətiyyən eləməsinlər. Yəni anasına bənzəməyə çalışmayın. Təbii ki, siz öz tərzinizi qoyun. Burada evlilikdə rol paylaşımı yoxdur deyə bir şey demirik. Yəni təbii ki, qadının rolları bizim mədəniyyətdə də belədir. Mətbəx qadına baxır. Bəzi kişilər deyirlər ki, qadın yeri mətbəxdə, amma elə deyil. Qadın mətbəxin də sahibi qadındır, amma eyni zamanda qadın azad bir iş qadını da ola bilər. Yəni bu ikisi bir yerdədir. Bu öhdəlikləri götürməsinlər kimi bir şey demirəm. Amma kişinin müəyyən istəkləri ki var, orada ananı xatırladan bir nüanslar olur. Orada ehtiyatlı olun ki, o nüanslara daha çox onu məmnun eləmək üçün daha çox elədikcə onun istəyi sizə qarşı öləcək. Biz bu şərhlərə baxanda başqa bir şərhdə yadıma düşdü. Deməli, səhv eləmirəmsə bizim TikTok hesabında yazmışdılar. Şərhlər əslində çox olur, yüzlərlə mindən nə olur? Nətərsə bu belə oldu, qarşıma çıxdı, onu storydə paylaşdım. Sonra başqa bir xanım da ona cavab olaraq səhifəmizə, Instagram səhifəmizə artıq yazdı ki, indi mən o hər iki şərhi oxuyacağam, ona da istəyirəm bir münasibət bildirəsiz. Xanım yazır ki, mən təzə ailə quranda öz yerimdə yata bilmirdim. Yoldaşım yatırdı, qaynanam da mənim yerimdə. Mən də yerdə xalçada oturub gözləyirdim. Səhərə yaxın durub gedirdi öz yerinə.
Daha sonra yoldaşım mənə başa saldı ki, işarə edəndə sən get yat, mən onu öz yerimə qoymayacağam. Sonra biz yatırdıq, qaynanam da taxtın aşağı hissəsində yatırdı. Sonra hamıya deyirdi, nəvə istəyirəm. Gəlinim sonsuzdur. Bu bir şərh idi və o şərhə sonra bir cavab da gəldi ki, o da bu mövzudadır. Deməli bir xanım yazdı ki, inboxa belə ailələr ağlınıza gəlməyəcək qədər çoxdur. Mən yeni ailə qurmuşdum. Qaynanam gecə 2-yə kimi yataq otağımızda kompüterdə, Facebookda otururdu, iqra oynayırdı. Heç kim heç nə deyə bilmirdi. Özü də deyirdi, yatın da, siz də mənim balam. Mən sakit işimi görürəm. Sonra xanım orada belə bir smaylik qoyub ki, üzünü tutur. Sonra yazıb, yadıma düşdükcə havalanıram. 5 ildir ailəmiz dağılıb. İndi oğlu ikinci dəfə ailə qurub. O zaman bizim ayrı yaşamağımıza belə razı olmayan qadın indi oğlu yoldaşının evində yaşayır. Həyatdır da, nə edək? Mən açıq şoka düşdüm bu şəhərə Təbii ki, gələndə. yəni- Çünki mən inanmırdım belə bir şey. Yəni real ciddi ola bilər. Ümumiyyətlə siz praktikanızda belə bir şeylə rastlaşmısınız? Qarşılaşıram. Varmı ümumiyyətlə belə şey dünyada da varmı, yoxsa ancaq bizdədir? Ananın bu qədər evli ər-arvadın həyatının içində olması hallarını çox qarşılaşıram. Yəni demək olar ki, hər şeyi bilir də. Hətta gələndə, deyək ki, cinsi problemlə cütlüklər gələndə ana başlayır danışmağa. Görürsən ki, elə bil ki, orada oturub onlara baxıb kimi detalları bilir. O söz ver, deyir, sən orada da şam tuturdu, elə ki, tamam başı üstə qalıb. Bu mütləq bir şəkildə ən problemli şeydir. Ona görə də biz birinci orada ananı uzaqlaşdırırıq ki, bu sənin məsələn deyil. Sən qıraqda dur. Cavandılar, yəni yaşları 18-dir, 20-dir, çox başa düşmürlər ki, bu uşaq kimi baxıb belə eləyirlər. Amma bu nə qədər də uşaq kimi yanaşmadan düşüncəsi ilə olsa da bu bir bəhanədir. Əslində orada ana oğlun fərdiləşməsinə icazə vermir. Yəni ki, oğlunun özündən qopmasına icazə verə bilmir. Bu psixopatologiyadır. Psixopatologiyadır. Anadakı psixopatologiyadır. Yəni bu şəkildə tərbiyə elədiyi uşağını da zaten problemli etmiş olur. Görürsüz ki, orada ailə dağılır, evliliklərdən yürüdə bilmir. Ananın bu psixopatologiyası dərindir amma. Yəni bu qədər yataq otağında oturub və yaxud da ki, gəlini yerdə yatırdıb öz oğlunun yanında yatmaq, bunlar artıq normal qarşılana biləcək şeylər deyillər və ana bunu hansı bəhanələrlə izah eləsə də, yəni mən də siz də mənim uşağım kimi izah eləsə də, bu məhrəmiyyəti vermək istəməməsi öz-özlüyündə ananın biraz daha deşildiyində altda oğlu ilə əlaqəli deyək ki, bir simbiotik bir şey ola bilər. Oğlunu gəlinə yaraşdırmaya bilər. Oğlunu elə böyütmüş ola bilər ki, oğlunu sürəkli sevgilim, aşkım kimi sözlərlə böyüdüb o aralarındakı şeyi pozulmasına səbəb olur. Yəni yenə də bir insestöz bir şey yaradır. Bu daha çoxdur. Biz buna fahişə Madonna sendromu deyirik. Yəni ana oğlunu böyüdəndə belə böyüdür ki, ona sanki yoldaşına deyəcəyi sözlər deyir. Və yaxud da ki, oğlan deyir ki, atam öləndən sonra mən səndən evlənəcəm. Ana buna gülərək cavab verir. Bunun kimi şeyləri yeritdikcə uşaq o yaşda başa düşmür, amma müəyyən yaşdan sonra başa düşdüyündə bundan yoğun bir utanc hiss eləməyə başlayır. Eyni zamanda şuuraltı dövrdə o şeyləri yaşadığı, yəni ananın o sözləri və yaxud da ki, özünün dediyi sözlərlə bir yerdə müəyyən erotizasiya deyilir. Yəni ki, erkən erotizasiya baş verir. Uşaqda müəyyən bir erotik duyğular yaranır. Ona görə də müəyyən dövrdən sonra həmin oğlan yoğun suçluq duyğusu ilə evləndikdən sonra yoldaşını müqəddəsləşdirir, ana roluna qoyur. Və bu şəkildə də yoldaşına qarşı olan istəyi sönür. Eyni zamanda cinsəllik üçün də cinsəl fantaziyalarını yaşamaq üçün də başqa bir sevgilisi olur. Biz buna fahişə Madonna sendromu deyirik. Evdə Madonnadır, müqəddəs Madonnadır, çöldə isə fahişədir. Onunla bütün cinsəl fantaziyalarını gerçəkləşdirə bilərsən və ikisini birləşdirə bilmir. Yəni o cinsəlliyi yaşadığı insan da bir müddətdən sonra onun ailəsi olsa, yoldaşı olsa, o da eyni şəkildə müqəddəsləşəcək. Bəs olmaz ki, anası müqəddəsləşdirsin, yoldaşı ilə normal cinsəlliyin yaşasın. Zaten ananın müqəddəsliyi, ananın orada yaratdığı problem odur ki, oğlanda uşaqlıq yaşında, başa düşmədiyi dövrdə müəyyən səhv düşüncələri dəstəkləyibdir. Yəni ona sanki ananın öz yoldaşı kimi müəyyən davranışlarda olubdu. Oğlan uşağı da eyni şəkildə anaya qarşı düşüncələr deyibdi və o dövrdə də bu müəyyən duyğular yaradıbdı. Daha sonrasında yetkinlik yaşı ilə bir yerdə oğlan bunları geriyə dönük fikirləşəndə və belə düşüncələr ağlına gələndə
bundan günahkarlıq hiss eləməyə başlayır. Ona görə ananı xatırladan, yəni yoldaşı ananı xatırladır. Yoldaşı ilə istədiyi kimi cinsəllik yaşaya bilməz. Ancaq uşaq olması üçün bir-iki dəfə cinsel əlaqədə olur. Amma istədiyi kimi cinsəllik yaşaya bilməz. Çünki onda yoğun günahkarlıq hiss edir və o da cinsel istəyini öldürür. Ona görə yoldaşı ilə istəyi çox-çox aşağı düşür. Çünki onu ana roluna qoyur və müqəddəsləşdirir. Və cinsəlliyi amma normalda istəyi yerindədir, cinsel istəyi aşağı deyil. Öz cinsel doyumu üçün də başqa bir partnyor tapır. Hansı ki müqəddəs baxmır ona. Yaxşısı odur ki, yoldaşı anasını xatırlatmasın. Biz buna histerionik şəxsiyyət tipi deyirik. Yəni bir uşağınızı histerionik olaraq böyütmək istəyirsinizsə, ona uşaqlıqdan belə aşkım, sevgilim, anneciğim, babacığım, belə-belə sözlər deyirlər və yaxud da ki, o sözlər ki, səndən evlənəcək. Belə-belə sözlərə diqqətli bir şəkildə yanaşmaq lazımdır. Uşağın cinsel tərbiyəsini vaxtında eləmək lazımdır. Bunlar çox önəmli şeylərdir. Çünki uşaqda cinsəlliyin necə bir şeylə assosiasiya olduğunu da başa düşmək lazımdır. Əgər bir günahkarlıqla assosiasiya olunursa, onu vaxtında, deyək ki, 12-13 yaşında bunları düzəltmək daha effektiv olacaq. Nəinki artıq 20 yaşından sonra evlilik dövründə problemlərlə üz-üzə qalan insan. Deməli, bir şərtdə deyir ki, sən Allah Azərbaycanda öz evində kravat ola-ola kim durub arvadını götürüb gedib oteldə qalacaq. Boş şeydir. Evlilik cinsəlliyi də, sevgini də bitirir. İstər evdə eləyin, istər asfaltın ortasında. Xeyri yoxdur. Hər insan əl çatmaza həvəslidir. Alıb evdə qoyuldunsa, vəsə. Yəni bu şəxs öz reyindən deyir ki, məndə cinsel istəyim sönür evlilik dövründə və bunu ümumiləşdirir ki, bütün insanlar belədir. Amma halbuki bütün insanlar belə deyirlər, insanları xoşbəxt evlilikdə sürdürürlər. Bunun yöntəmlərindən biri də ən əsasda bu çalışmalar var ki, evliliklə əlaqəli. Evlilikdə nə evliliyi bitirir, nə evliliyin uzun ömürlü olmasına səbəb olur. Belə çalışmaların nəticələrindən baxıldığında insanların daha bir yerdə çox vaxt keçirməsi ona səbəb olur ki, onlar ortaq maraq dairələri yaradırlar, ortaq hobbilər yaradırlar. Bu bir mənada cinsəllik öncəsi bir şeydir. Yəni gün boyunca heç bir ünsiyyət olmayıb axşam cinsəllik istədiyinizdə qadın sanki istifadə olunur kimi hiss edir. Yəni cinsəllik üçün bir istifadə olunan biri kimi özünü hiss edir. Kişidə də müəyyən müddətdən sonra bir cinsel problemlər yaranmağa başlayır. Çünki monotonluq orada ən böyük problem olur. Ona görə də bir yerdə vaxt keçirmək, ünsiyyətin verdiyi o duyğusal bağı möhkəmləşdirdiyi üçün bu çox vacibdir. İndi sizin fantaziyanıza qalıbdır. İstəsəniz bunu gedin İstanbulda eləyin, istəsəniz gedin Romada eləyin, istəsəniz gedin nə bilim Alplara çıxın. Yəni Şengen vizası lazım oldu. İmkanınız nəyə imkan verirsə onu eləyin, amma buna da imkan vermirsə, şəhər içində də deyək ki, bir kampaniya olanda bir jacuzzi şeyini alın, kampaniyası, masaj şeyini alın və yaxud da ki, otelə gedin və bir fantaziya yaşayın. Çünki o, hətta biz deyirik ki, yataq otağından başqa bir yeri istifadə eləyin. Yəni bu dərəcədə mühit dəyişdirmək vacibdir. Ev daxilində belə, ev daxilində belə, bəli, monotonluğu pozmaq üçün bunlar lazımdır və fərq yaradır. Düşüncədə deyirsən ki, nə fərq var ki, ora, bura. Yəni yataq eyni yataqda, amma elə deyil, yəni fərq yaradır. Beyin onu tanıyır. Beyin onu tanıyır, bəli. Çox maraqlıdır. Mən indi bu barədə düşündüm. O şərhlər ki var, şərhlərin ümumiyyətlə böyük əksəriyyəti hər hansı, yəni məntiqli, məntiqsiz fərq yoxdur. Xanımlar tərəfindən yazılıb. Bu da sizin o dediyiniz sübut edir ki, qadınlar daha çox çarə axtarmağa axtarışındadır. Kişilər daha çox partnyor dəyişdirməyə meyl eləyirlər və yaxud da bunu gizlətməyə. Yəni mənim belə pasientlərim olur ki, artıq deyək ki, 30 ildir evlilikdə cinsəllik yoxdur. Kişi bunun çarəsini axtarmağa etiraz eləyir. Yəni imtina eləyir. Qadın tapır, yəni o həkimə gedək, bu həkimə gedək. Kişi rədd eləyir və özlə cinsəllik yaşamır. Çarə axtarışına da girmir. Deməli bir halbuki çarəsi olan bir vəziyyətdir, yəni. Onu anlamaq məncə önəmlidir. Yenə də bir xanım utandığı üçün amma eləmir. Yəni ümid eləmədiyi üçün yox, düzələcəyini ümid eləmədiyi üçün yox. Bu problemim bilinər, ortaya qoymaq, problemi haqqında danışmaq. Yəni bu mövzularda kişilər çox çətinlik çəkirlər. Qadınlar bir çox problemlərini dilə gətirə bilirlər. Məsələn, orqazm problemləri qadınların ən sıx yaşadığı problemdir. Qadınların hardasa 1/3 cinsel əlaqədə orqazm olmurlar. Yəni ki, normalda masturbasiyada olurlar və yaxud da başqa hallarda olurlar, amma penis vagina birləşməsi dediyimiz o cinsel əlaqədə orqazm olmurlar. Və bundan əziyyət çəkirlər, bunun çarəsini axtarırlar.
Bu arada sizə bir söz deyim. Həm sizlə podkastdan sonra, həm də sizdən öncə də başqa bir seksoloq, psixoloq bizim qonağımız olmuşdu illər əvvəl. Mənə tez-tez istər TikTok hesabımızdan, istər Instagram hesabımızdan bəzən mənə yazırlar, elə bilirlər ki, mənə heç bəziləri bilir. O mənə yanlış yazanlar deyirəm ki, öz filankəsdə profilə atıram. Yəni nə demək istəyirəm burada? Xanımlar daha çox yazır. Yəni mən bu müddət ərzində belə 10 üzərindən götürsək, bir yazanların 8-i xanım olub ki, mən doktorla da əlaqə saxlamaq istəyirəm. Bir ikisi kişi olub ki, hə nə cür əlaqə saxlaya bilərəm. Kişilərin ən çox müraciət etdiyi mövzular məsəl üçün erkən boşalma ilə əlaqəli, boşalma müddətini uzatmaqla əlaqəli. Ona da tək gəlmək istəyirlər. Yəni terapiyalar bizdə partnyorla bir yerdə aparılır. Bir digər şey də sərtləşmə problemi ilə əlaqəli. Artıq androloqlardan bir çarə olmur. O hormonlar, tadalafillər, sildenafillər, yəni ki, viagralar istifadə olunur, heç bir xeyri olmur. Onda artıq buna çarə axtarmağa başlayırlar. Amma evlilik daxilində bu kişilərin də çoxunda görürük ki, başqa partnyorla da problem yaşadıkları üçün bunu axtarışına girirlər. Onda çatır ki, sən demə problem partnyorda deyil. Partnyorda deyil, amma evlilik daxilində və başqa partnyor yoxdursa, bunun çarəsini axtarmağa çox girişmirlər. Aha. Yenə də bir xanım adı profilindən yazılır ki, amma tək gerçək var, evliliyi bu hala salan kişidir. Çünki kişi xanıma olan hisslərini həmişə biruzə versə, heç bir xanım sevilməkdən qaçmaz. Nə dərəcədə bu doğruldur özün bu şərh? Günahlandırma tərəfi doğru deyil, amma ümumilikdə doğrudur ki, kişi ilə qadının sevgi tələbatları və sevgini göstərmə tərzləri bir-birindən fərqlidir. Qadın daha çox sözlə də deyilməsini, fiziki təmaslarla da bunun göstərilməsini istəyir və xoşlayır. Kişi isə sadəcə cinsəlliyə gedəcəksə əgər bir fiziksel yaxınlaşma eləyir. Bu qadınlar üçün çox mənfi bir şeydir. Qadın deyir ki, yəni ancaq cinsəllik sırasında mənə yaxınlaşmağı məni narahat eləyir. Amma kişi də başqa şəkildə bir təmas da öyrənməmiş olur. Yəni sevgini göstərməklə əlaqəli kişilərə bir qadağalar çoxdur. Daha belə sərt kişi, alfa kişi olmaq adına daha soyuq, duyğularını dırnaqda hakim deyək, amma duyğularını bastıran bir kişi obrazı daha çox tərənnüm edilir. Ona görə də kişilər çox vaxt duyğu göstərməyə, öz uşaqlarına qarşı belə duyğu göstərməkdə çətinlik çəkirlər. O ki qaldı yoldaşlarına qarşı. Yəni belə düşünün ki, ata-anasının yanında yoldaşı ilə mehriban davranan, onunla deyək ki, ünsiyyətində yaxınlaşan, qucaqlayan nə qədər ailə modeli var bizdə, hansı ki, yəni ər-arvaddırlar, özləri tək başına yox. Deyib başqa mühitdə, qohumların içində, ata-ananın yanında bir-birini qucaqlama, yaxınlaşma, Doktor, mən görməmişəm belə bir şey. 35 yaşım var, mən görməmişəm. Yəni belə şeylər demək olar ki, yoxdur. Bunun səbəbi də bunu ayıblanmasıdır. Halbuki halal yoldaşıdır da, yəni ki, bunu ayıblanması və edilən şey də çox da anormal bir davranış deyil, bir qucaqlama, saçını sığallama, belə şeylər. Amma bunlar edilmir. Ona görə də bu öyrənilmədiyi üçün edilmir. Biri yazır ki, ailədə ilk başdan seks düşünülürsə, ailə seks eləmək üçün qurulursa, o ailədən ailə heç vaxt olmaz. Seks də yemək kimi bir tələbatdır, amma ailə üçün əsas amil deyil. Bunu da yazan xanımdır. Hə, seks ailə üçün əsas amildir. Onu demək lazımdır. Çox vaxt ailələr seks üçün yox, uşaq üçün qurulur. Bu problemlidir. Yəni ki, nəslin davamı üçün, bir də digər tərəfdən də oğlan belə baxır ki, sakit, baş aşağı, təmiz, xarakteri olan bir qız axtarır. Amma ona qarşı bir hissiyatı varmı, yoxmu? Bu əhəmiyyət daşımır. Ana bəyənir, ata bəyənir. Belə bu şəkildə evlənmə olur. Bir müddətdən sonra artıq ona qarşı istəyi olmur. Çünki başdan istəyi yox idi zaten. Yəni bir ay içində də cinsel istək sönə bilir. Ən böyük problem bu olur. Amma evlilikdə cinsəlliyin dozası, yəni yeri mən deyərdim ki 50%, 60%, bəzən daha çox. Yəni xoşbəxt cinsel həyatı olan insanlar daha çox problemləri həll eləməyə meylli olurlar. Amma cinsəllik həyatları sönmüş ailələrdə problemlər daha da böyüyür. Xırda problemlər daha böyüyüb içindən çıxılmaz hala gəlir. Məsəl üçün bizdə vaginizm problemi ilə müraciət edən ailələr olur. Əsasən mənə müraciətlərin 2 ildir ki, gəzirlər, çarə tapa bilmirlər. O 2 illik müddətdə ailəyə travma vurulmuş olur. Çünki
Kişi belə hiss edir ki, qadın onu istəmir, ona görə yaxına buraxmır. Qadın düşünür ki, mən yetərli qədər qadın deyiləm, ona görə bu hamının bacardığı şey eləyə bilmirəm. Belə-belə o ailə içi münasibətlərdə xırda məişət məsələləri artıq böyük çözülməz problemlərə çevrilir. Ona görə də cinsəllik həyatı yaxşı olan ailələrdə bu problemləri həll etməyə daha motivə olurlar. Cinsəllik eyni zamanda da bir rahatlama, bir stres atma yöntəmi də olduğu üçün bir həzz şeyidir. Yəni bunun olmaması stresin xronikləşməsinə səbəb olur. Deməli bir nəfər yazır ki, görəsən bu hardan danışır? Azərbaycan yoxsa xarici kinolardan? Sizin şahid olduğunuz ancaq pullu harunlar ola bilər. Ancaq heç bir sıradan Azərbaycan qadınının öz həyatı deyə bir şeyi yoxdur, ola da bilməz. Ayıbdır valla. Bizim qadınların həyatı dedikdə balaları vəssalam. Belə mənasız fikirləri dilə gətirmək bütün cavanlara tərbiyəsizliyi aşılamaqdır. Sizin danışdığınız heç kimə lazım deyil. Hər bir ailə nə vaxtsa yaş alır, nə demək istəyirsiniz indi? Cavanlarımıza nümunəvi məsləhətlər danışın. Ən təhlükəli düşüncə də budur. Yəni qadın yerinə danışan bir kişi və yaxud da ki, ümumi qadınlar yerinə danışan bir kişi. Yəni bir qadındırsa əgər öz həyatını belə uşaqlarına həsr eləmək istəyirsə, ona heç bir şey deyən yoxdur. Zaten biz qadınları məcburi gəlin kimi bir şey demirik. Amma tərənnüm eləməklə əlaqəli bu qədər qorxmaq biraz daha o qəbilə şeyindən gəlir. Yəni qəbilə içində müəyyən qayda-qanunlar olur ki, o qayda-qanunlar pozulanda heç sənlə əlaqəli deyil, ya başqası özünə uyğun bir şey modifikasiya eləyir. Sən ona etiraz edirsən ki, yox, qatı bir şəkildə belə olmalı. Burada da bir qadın haqqında ümumi danışmaq olmaz. Qadından qadına çox fərq var. Bəzi qadınlar deyək ki, daha iş həyatı, ailə həyatı hamısını bir yerdə sürdürür. Bəzi qadınlar sadəcə özünə, ailəsinə, uşaqlarına adamış olur. Amma çox vaxt gördüyümüz şey odur ki, qadın da insandır sonuçta. Onun özünü bu qədər fədakarlıqla ailəyə, uşaqlara adaması gələcəkdə uşaqlardan gözləntiləri artırır. Yəni mən ömrümü saçımı süpürgə elədim sizin üçün. Sizdə uşaqlarda bir yük yaradır ki, ana üçün sürekli ana bir qurban rolundadır və uşaq sürekli ana üçün nəsə bir şey eləməlidir, nəsə bir şey eləməlidir kimi bir hissiyat yaradır. Biz isə təbii ki, bizim öyrəndiyimiz bu cinsel disfunksiyalarla əlaqəli təlimlər Amerikadan gəlir. Amma Amerikada 60-cı, 70-ci illərə qədər bu Masters and Johnson dediyimiz iki adamda. Onlarda da bu ailə içində qapalı idi və bu problemlər işıqlandırılmırdı. Onlar bu ailələrin içinə girdilər, problemləri üzə çıxartdılar və insanlar gördülər ki, sadəcə bizim ailədə deyil. Elə bir şey yaranmışdı ki, yəni məsələn bizim ailədə bir problem var. Biz hamıdan gizlədirik ki, yəqin bir dənə bizdədir, ayıb olar indi. Amma Masters and Johnson bunları yayınladıktan sonra nə qədər çox olduğunu, yəni deyək ki, 100 insanın üçündə bu problem, 100 insanın onunda bu problem görülür dedikdən sonra insanlar öz problemlərini daha çox dilə gətirməyə başladı. Çünki tək olmadıqlarını başa düşdülər. Ona görə qapalı saxlamaq, bir şeyi içəridə tutmaq və heç o haqda danışmamaq heç bir zaman xeyirli bir şey deyil. Yəni ki, bu tərbiyəsizliyə çağırış da deyil. Amma içəridə saxlamaq, məlumatı da qəbul etməkdən, yəni ki, inkişafın qabağını alan şeyləri də rədd etmək, bunlar problemli şeylərdir. Amerikada o seksual inqilab ki deyilir, yaşanıb 70-ci illərdə, ondan sonra bu dəyişməyə başlayıb. Seksual inqilab elə şeylə bir yerdə baş veribdi də. 60-70-ci illərdə hippi hərəkəti dediyimiz bir şeylə bir yerdə baş veribdi. Eyni zamanda amma elmi olaraq cinsel problemlərin araşdırılması və ortaya qoyulması. Bunlar bilirsiniz hardasa 10.000 insanlar laboratoriya şəraitində cinsel funksiyaları ölçülərək, yəni cinsəlliyin fazaları deyilibdir, 4 fazadan ibarətdir. O fazalarda bədəndə nələr baş verir, onlar qeydə alınıbdır. Cinsel disfunksiyalar vaginizmdir, erkən boşalmadır, sərtləşmə problemləridir. Bunun kimi problemlərin nisbəti araşdırılıb və yazılıbdır. Bu haqda da İnsanın Cinsel Həyatı deyə bir kitabı yazıblar. 2 kitab çıxardıblar. Burada bütün o statistikaları qeyd ediblər. Ondan sonrasında çoxlu araşdırmalar olubdur. Təbii ki, o inqilabın rolu da var. Yəni daha çox araşdırılmasına. 2 hadisə eyni vaxtda düşübdür, elə demək olar. Yəni biz illa da hippi tərzində bir inqilab keçəcək deyə bir şey yoxdur. Onun da mənfi tərəfi də olub da sonradan. Mənfi tərəfi olubdur, amma burada bizim dediyimiz şey hippi hərəkatı deyil. Yəni elmi olaraq hazırda məsəl üçün
mən Türkiyədə işləyərkən bizim xəstəxananı köçürdülər daha periferik bir yerə. Daha kənar bir yerə. Daha kənar bir yerə. Ora Pendik deyə bir yer idi. Orada da daha çox Karadeniz bölgəsindən köçən insanlardı. Yəni rayon cəmaatı bizim dildə desək orada yaşayırdı. Amma Türkiyədə artıq psixiatra müraciət, cinsəl problemlərlə əlaqəli müraciət o qədər adiləşib ki, yəni mənə məsəl üçün o bölgədən qadınlar orqazm yaşaya bilmirəm deyə müraciət edirdilər. Cinsəl istəksizliklə müraciət edirdilər. Yəni ki, onlar nə qədər deyək ki, o intellektual kəsimdən olmasalar da, hansı ki Avropayı deyək də, onlar da problemlərini həll etmək üçün çarə axtarışındadır. Sonuçta bu onun problemidir də. Yəni ki, mən belə bir problem yaşamıram. Mən sadəcə müalicə edirəm, amma çətinliyi yaşayan həmin şəxsdir. Həmin şəxs burada elmi olaraq bunlar bildirilir ki, bu xəstəliklərin müalicəsi var və bunlarla əlaqəli belə müalicə metodları var. Müraciət edə bilərsiniz. Budur mövzu. Yəni bəs onlar doktor nə cür gəliblər buna? Onların buna gəlməsinin səbəbi odur ki, Azərbaycanda Sovet psixiatriyası biraz daha qadağan edici, cəzalandırıcı bir psixiatriya idi. O bizi geri yatdı. Deyir, ruslar tez-tez bunu deyir, SSR-də seks olmayıb. Bəli. Yəni qadağan edici psixiatriya, indi məsəl üçün fikir versinizsə, insanlar psixiatriya getməkdən də qorxurlar. Bu elə ondan qaynaqlanır ki, Sovet dövründə psixiatriya insanları deyək ki, şərləyərək dırnaqda dəli elan eləmək və yaxud da ki, müəyyən başlarına hadisələr gətirmək, belə şeylər olurdu. Ona görə psixiatriyadan bir qorxu var, sanki psixiatriya çox ağır xəstələr şeydir. Amma dünyada belə deyildi. Dünyada bu şey artıq çoxdan qırılıbdı. Türkiyədə bizdən daha çox, bizdən hardasa bir 20-30 il o mövzuda daha yaxındır onlara. Yəni buradakı məsələ ondan ibarətdir ki, bizim mentalitetimiz nə olursa olsun, istəyir Yapon olsun, istəyir deyək ki, Ərəb olsun, istəyir deyək ki, Avropada, Skandinaviyada bir ölkə olsun. Fərqi yoxdur. Cinsəl problemlər hamısında eyni dərəcədədir, aşağı-yuxarı. Və bununla əlaqəli bizim ailə tərbiyəmiz, mentalitetimiz nə olursa olsun, bunlar qismən təsir edir. Bu problemlərin müalicəsi ilə əlaqəli çarələr isə bizdən çıxmayıb, şərqdən çıxmayıb, qərbdən çıxıbdır. Biz o qərbdəki yöntəmləri öz mentalitetimizə uyğunlaşdıraraq tətbiq edirik. Belə desək daha doğru olar. Yəni məsəl üçün mən cütlük terapiyası aldığımda ailəni bir qərb ailəsi kimi dəyərləndirmirəm. Azərbaycan dəyərlərini nəzərdə tutaraq. Öz reallıqlarımızla. Bəli, öz reallıqlarımızla bir yerdə dəyərləndirirəm və biz orada heç bir zaman da zaten tərəf də tutmuruq. Biz ünsiyyəti artırmaq, kommunikasiyanı artırmaq, aradakı deyək ki, o sevgi azalmasının səbəblərini, cinsəl istəyin azalmasını bunları tapıb bunları müalicə. Bunlar da hədəfimiz. Doktor, mən istəyirəm ki, bir sonuncu şərhə də baxaq. Düzü şərh çoxdur. Mən onların arasından seçdim bəzilərin. Birinə də baxaq. Bundan bugünkü podkastı yekunlaşdıraq. Deməli, yenə də xanım profilindən yazır ki, ən tez marağı bitən ailə düzqoş yolu ilə qurulan ailələrdir. Onlar bir-birini bir dəfə görür, bəyənir, nişanlanır və tez bir zamanda evlənirlər. Belə ailələrin 95%-ində istilik tam olmur. Məsələ sadəcə vəzifə kimi olur. Yenə aşiq olan cütlüklərdə bəlkə də bir müddət daha çox davam edə bilər. O da maddi problemlər ruhlarını yormasa, mənə çox məlumat indi də var belə şeylər. Yəni bir dəfə görüb belə ailə quran. Görücü usul deyək də düzqoş yolu. Var, təbii ki, çoxdur. Doğrudan. Yəni bu şəkildə qurulan ailələrin amma uğursuz olduğuna dair deyilən şeylər tam statistika ilə uyğun gəlmir. Hətta bizim bir hocamız var idi. O deyirdi ki, sevgi ilə başlayan ailə məsəl üçün yuxarıdan başlayır, gedərək evlilik dövrüncə sevgi aşağı düşür. Amma sıfırdan başlayan düzqoş yolundan deyək də, başlayan ailədə sevgi başda yoxdur. Sonrasında o insanın tipi ilə asılıdır. Yəni o bir araya gələn, təsadüfən bir araya gələn insanlar bir-birlərinə necə ünsiyyət quracaqlar, problem həll etmə mövzusunda necədirlər? Yəni problemdən qaçırlar, yoxsa həll etməyə yönəlirlər? Ünsiyyət qurma, kompromisə getmə, bunlar necədir? Bunlar da təsir edir. Amma onlarda gedərək bəzən də sevgi artır. Deyir ki, ortada bir yerdə birləşirlər. Bizim evliliklə əlaqəli dediyimiz belə bir şey var ki, evliliyin ilk 2 ili bal ayı demək olar. Yəni sevgi ilə başlayan evliliklərdə ilk 2 il bal ayıdır. Bu bal ayı dövrü nəyə görə? Çünki burada problemləri görmürük. Elə bir ki, gözümüz o açıqlarla, gözlüklərlə, səhrai gözlüklərlə tutulmuş olur. Heç bir qarşı tərəfin problemini və yaxud da ki, bizə xoş gəlməyən xüsusiyyətini görmürük, görsək də əhəmiyyət vermirik. Amma bu dövr keçəndən sonra artıq o problemlər görünməyə başlayır, gözə batmağa başlayır. Burada iki tərəfin toqquşması dövrü yaranır. Yəni ki, iki şəxsiyyətin toqquşması. O dövrün necə keçməsindən asılıdır gələcəkdə evliliyin nə qədər uğurlu və uzun ömürlü olacağı. Ona görə də bu sevgi ilə başlayan evliliklərdə də
görücü usulü ilə başlayan evliliklərdə demək olar aşağı-yuxarı eynidir. Çünki problem həll etmə, problem solving deyək də, xaricdən elə gəlir söz. O problem həll etmə bacarığı necədir cütlüklərin, o müəyyən edir evliliyin uzun ömürlüyünü. Amma cinsel istəyin yaranması da belə bir şeydir ki, əgər bu görücü usulü ilə evlənən insanlardan birisi öncəsində çox partnyorludursa, bu gələcəkdə onların arasında cinsel istəksizliyin olma ehtimalını artırır. Amma hər ikisi cinsel təcrübələri yoxdursa, çox azdırsa, o zaman bir-birləri ilə cinsel bir uyumda yaşaya bilirlər. Yəni illa da sevib evlənmək daha uğurludur, bu uğursuzdur. Belə deyə bilmirik. Statistik olaraq belə deyə bilmirik. Amma biz təbii ki, sevib evlənməyi tövsiyə edirik. Siz Çil deyəndə o Frederick Beckbeder saat dəqiq yadımda deyil. Sevgi 3 il yaşayır romanı yadıma düşdü. Belə doktor, çox sağ olun gəldiyinizə görə minnətdaram. Ümid edirəm ki, bugünkü videonun, podkastın, bu arada dostlar qeyd edim ki, bizi podkast platformalarında da dinləyə bilərsiniz. Spotify, Apple Podcast və s. Ümid edirəm ki, bugünkü videolara, yəni burada olacaq videolara və ümumi podkasta daha belə deyim də ürək açan şəhərlər gəlir. Amma gəlməsə də biz sonra onları da təhlil edərik. Yəni problem deyil. Bir daha xatırlatmaq istəyirəm ki, əgər siz də podkast və ya rəqs çəkilişləri etmək istəyirsinizsə, bizim studiyaya bunun üçün gələ bilərsiniz. Bizimlə əlaqə saxlaya bilərsiniz. Bunun üçün bizim sosial media hesabına, yəni podkast kimi adamın və yaxud da Mehriban Medianın Instagram hesabına və ya TikTok hesabına yaza bilərsiniz. Keçidləri videonun altında qeyd edəcəm. Və həmçinin bizim layihəyə sponsor kimi də qoşulmaq istəyən şirkətlər və ya da xidmət təklif edən hər hansı bir müəssisələr varsa, onlar da müraciət edə bilər. Biz bu təkliflərdə açıq. Doktor, sonda əlavə etmək istədiyiniz bir nəsə varsa, buyurun. Mövzu çox geniş idi, yəni tam əhatə eləmək zaten mümkün olmur. Amma onu deyə bilərəm ki, sevgi ömrü 3 ildir dediyiniz şeyə bir əlavə eləyim ki, aşiq olma dövrü 3 ildir, 2 ildir, nədirsə. Amma ondan sonrasındakı dövr daha fərqli bir şeyə çevrilir. O da çox gözəl bir şeydir, o da çox isidici bir şeydir, sevgi deyək. Daha yumşaqdır, daha isidicidir, o birisi yandırandır, belə bir şeydir. Ona keçişlə bir yerdə zaten sevgi 3 il deyəndə biraz ümidsizləşdirmiş ola bilərik. Dalınca gələn, arxasınca gələn o duyğular, onlar da çox xoş duyğulardır. Ona görə o keçişlərdən narahat olmamaq lazımdır. Əsas fərqindəlikdir. Belə doktor, çox sağ olun. Mən təşəkkür edirəm. Sizə də dostlar, həmişəki kimi sağlam və xoşbəxt olmağı arzu edirəm. Bu çox vacibdir. Hələlik.